Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. 2026-cı ilin aprel ayının ortaları bəzi bürclər üçün həyatın daha sadə və daha aydın göründüyü xüsusi bir dövr kimi yadda qalır. Xüsusilə Dolça bürcündə baş verən sönən ay mərhələsi insanların daxili dünyasında sakitlik yaratmaq, qarışıqlıqdan uzaqlaşmaq və özlərinə daha çox diqqət ayırmaq üçün bir fürsət təqdim edir. Bu dövrdə bir çox insan anlayır ki, xoşbəxtlik kənardan gəlmir. Onu insan özü yaradır. Bu düşüncə isə insanı həm psixoloji, həm də emosional baxımdan daha güclü edir. Bu təsirin ən çox hiss olunduğu bürclərdən biri Buğadır. Buğa bürcü üçün bu dövr sadəliyin və sakitliyin nə qədər qiymətli olduğunu dərk etmə zamanı olur. Gündəlik həyatın səs-küyü, sosial şəbəkələrin yorucu axını və telefon bildirişləri bəzən insanı yorur və diqqətini dağıdır. Lakin bu dövrdə Buğa bürcü bütün bu qarışıqlıqdan uzaqlaşaraq öz daxilində bir sakitlik tapır. Onlar anlayırlar ki, hər şeyə reaksiya vermək məcburiyyətində deyirlər. Bəzən susmaq, geri çəkilmək və sadəcə anı yaşamaq daha böyük rahatlıq gətirir. Məhz bu yanaşma onların həyatını daha yüngül və stressiz edir. Əkizlər bürcü üçün isə bu mərhələ daxili səsə qulaq asmaq dövrüdür. Adətən çox sosial və aktiv olan əkizlər bu günlərdə biraz geri çəkilməyə ehtiyac duyurlar. Onlar zaman-zaman tək qalaraq düşünməyi seçirlər və bu qərar onların ruh halına müsbət təsir göstərir. Ətraf mühitdəki təzyiq azalır. Söhbətlər daha sadə və rahat olur. Heç kim onlardan istəmədikləri şeyləri etməyi gözləmir. Bu da əkizlərə öz istəklərini daha aydın şəkildə anlamağa kömək edir. Onlar dərk edirlər ki, həyat mürəkkəb olmaq məcburiyyətində deyil. Sadə seçimlər bəzən ən doğru nəticələri verir. Oğlaq bürcü üçün isə bu dövr müdrikliyin ön plana çıxdığı bir mərhələdir. Oğlaqlar artıq həyat təcrübələri sayəsində hansı vəziyyətlərin onlara zərər verə biləcəyini öncədən hiss edə bilirlər. Bu səbəbdən də onlar lazımsız mübahisələrdən, gərginlik yaradan mühitlərdən uzaq durmağa üstünlük verirlər. Dolça bürcündə sönən ayın təsiri ilə oğlaqlar artıq hər şeyə görə məsuliyyət hiss etmədiklərini qəbul edirlər. Onlar anlayırlar ki, hər kəs öz həyatına cavabdehdir. Bu düşüncə isə onların üzərindən böyük bir yükü götürür. Nəticədə daha sakit, daha balanslı və daha rahat bir həyat ritmi formalaşır. Ümumilikdə bu dövr bizə çox vacib bir dərs verir. Həyatın çətinliyini çox vaxt biz özümüz yaradırıq. Həddindən artıq düşünmək, hər şeyi nəzarətdə saxlamağa çalışmaq və başqalarının fikirlərinə həddindən artıq önəm vermək insanı yorur. Halbuki bəzən sadə olmaq, bəzi şeyləri olduğu kimi qəbul etmək və daxili səsə qulaq asmaq həyatımızı xeyli asanlaşdıra bilər. Əgər siz də son zamanlar özünüzü yorğun, gərgin və ya qarışıq hiss edirsinizsə, bəlkə də bu bir işarədir. Biraz dayanmaq, nəfəs almaq və özünüzə vaxt ayırmaq sizə düşündüyünüzdən daha çox fayda verə bilər. Unutmayın ki, sakitlik zəiflik deyil. Əksinə daxili gücün ən aydın göstəricilərindən biridir. Sonda isə belə demək olar, həyatın ən gözəl anları çox vaxt sadə anların içində gizlənir. Onları görmək üçün isə sadəcə yavaşlamaq və diqqətlə baxmaq kifayətdir.